Yok, şansa geleceğim. Ben de diyorum bu yüzün niye sevinirler? Saçlamak. Üzür istiyor. Özür istemem. Özür istedim. Üzür istiyorlar. Riyaziyyat RF kanalından hər birinizi salamlayırıq. Yeni test toplusundan, deməli, test toplusu 2025-in ikinci hissəsindən maraqlı bir ispat sualına baxırıq. Bugün canavarlarımız deyir ki, biz bunu 2 üsulla həll eləmək istəyirik. Hərəsi bir üsul gətirib. Trigonometriyasız kim yazmaq istəyirdi? Nurlan bəy, gəl, şəkli çək. Məhəmməd, başqa üsulun var. Nurlan yazınca fikirləş gör, nə tapırsan başqa. Sən səliqəli şəkil çək. Deməli, sualı hər ehtimala qarşı mən göstərim. Deməli, neçənci sual? 21-ci sual. Evet, figurun adlandır figuru, təpə nöqtələrin adlarını qeyd elə. Al kitabı, verilən şərtləri səliqə ilə yaz bura, isbatı da burada aparırıq. Deməli. M, C, N bərabərdir N, C, D verilmişdir. Yəni bu xətt tənbələndir. Yəni CN, MCD bucağının tənbələndi. Biz də onlara alfa dedik. İndi biz nəyi göstərməliyik? B, M parçası ilə ND parçasının cəmi, MC parçasının cəmi olduğunu göstərməliyik. Əla, başla. Neyini yox? Alfa, burada beta deyək. Deyək. Onu qeyd et. CND bərabərdir beta deyək. CND. Bucaq C, N, D. Bura beta dedik. Alfa üstə beta 90 dərəcədir. Yəni bu üçbucaq özü ümumiyyətlə 180 olduğundan 90 çıxır da. Bura alfa üstə beta 90 dərəcə qalır. Burada qeyd elədik. Alfa üstə beta bərabərdir 90 dərəcə. Alfa dedik. Bu C bucağı ümumiyyətlə 90 dərəcədir. 4 bucağının bir bucağıdır. 90 dərəcədir. 2 alfa olduğundan bu bucağı qalacaq 90 çıxılsın 2 alfa. Əla. Bu bucağı ilə bu bucağın cəmi 90 olduğu üçün ümumi 180'dir. Bu bucaqla bu bucağın cəmi 90 olduğu üçün 90 çıxılsın 2 alfa buradadır. Yəni 2 alfa da bura qalmalıdır. Cəmi 90 yanlardır. Orada gözəl. Sonra 2 alfa üstə beta 90 dərəcədir. 2 alfa buradadırsa burada 2 beta olmalıdır. Sonra A, B xəttini N, D xətti qədər, yəni B parçası qədər uzadırıq. Bura K deyək, burada B-dir. onda BK bərabərdir B yazaq da. Çünki izahımız yazır. BK-nın B olduğunu bildik. Yəni BK bərabərdir B. necə izah etmək olar? Deməli, AB parçasını B nöqtəsindən ND uzunluğunda uzadırıq və ya ND qədər uzatdırıq. Daha sonra K'dan C'yə bir parça çəkirik. Kaynacayı birləşdirdik. Bəli. Onda o buranı uzatmışıq da, açıq bucaq idi, qonşusu o. Bəli, 90 dərəcə. 90 dərəcə. Sonra Kvadratın tərəfinə də bir hərflə işarə edək də. kvadratın ümumi tərəfi bir x deyək. Yəni X deyək. İki tərəf onlar arasındakı bucaqlar üçbucağın Hansı üç bucaq? B, K, C üçbucağı ilə C, N, D üçbucağı iki tərəf və onlar arasındakı bucaqlar bərabərdirsə, bu üçbucaqlar kongruentdir. Yazaq da. Üçbucaq B, K, C, Bir də NDC. Üç bucaq NDC. N, D, C. Bu üçbucaq kongruentdir.
konqrentdirsə, onda bucaqları niyə saxlamışıq? Bucaq. Yəni tərəfləri bərabərdirsə, bərabər bucaqlarsa, bucaqlar da eynidir. Burada burada ND-nin qarşısında, yəni B-nin qarşısında duran alfa bucağı olduğu üçün, burada da BK qarşısında, yəni B-nin qabağında duran bucaq alfa olacaq. Əla. Burada isə X-in qabağında duran beta olduğu üçün, burada da alfa, yox səhv dedim, orasını kəsin. Düz dedin də. X-in qabağında 90, alfa deyilsə burada beta qalmalıdır da. bayaq demişdin də, alfa ilə bettanın cəmi 90. 90 dərəcədir. Alfa deyilsə burada beta qalacaq. Sonra nə olur? K, C, M bucağı məlumdur. Alfa üstə gəlsin 90 çıxılsın alfa, cəmi eləyəcək 90 çıxılsın alfa. Bunu da qeyd edək. Bucaq K, C, M bərabərdir 90 çıxılsın alfa. Bu bucaq məlumdur. 90 çıx alfa. Çıxılsın alfa. 90 çıx alfa nəyə bərabər idi? 90 çıxılsın alfa beta'ya bərabər idi. Qeyd elə üstünə. Biraz beta dedik. Bu da bərabərdir beta'ya. Beta bərabər yanlış bucağı. Yəni ki, C bərabərdir. MC parçası bərabərdir. MB üstə gəlsin BK parçası. Yəni ki, C bərabərdir A üstə gəlsin B. İspat olunur. Qəşəng, keçək. Həsən bəy deyir ki, mən bunu trigonometriya ilə yazıram. Şəklimi mən çəkdim. Adlandırmaları özün elə necə bilirsən yazacaqsın. Kitap yok. Sın komplet. Şərti yazsın ora. Sonra həlli bu bir tərəfdə yapar. Ay Həsən, hansı ideyadan istifadə edirsən? Neyi necəsən? BMC 3 bucağı, bir də NCD 3 bucağına trigonometri nisbətləri tətbiq edəcəksən. Alfa, beta. Bura ümumi 90 dərəcədir. Bura olacaq 90 çıxılsın 2 alfa. Burada 90 dərəcə olduğuna görə bura olacaq 2 alfa. Yapasın. Bərabərdir 90 çıxılsın 2 alfa. Yeah. B, MC bərabərdir 2 alfa. BMə B deyək. NB'yə A deyək. İndi oldu. A. MC'yə C deyək. Onda biz göstərməliyik ki, Bəli, göstərməliyik ki B üstə A bərabərdir C. əla. Burada X deyək, burada X deyək, burada C deyək. Deməli, NCD bucağının tangesi tan alfa bərabərdir A bölünsün X. Onda A bərabərdir X tangens alfa. Əla. Buranın uzunluğu oldu X tan alfa. Əla. Keçək bu hissəyə. Kotangens 2 alfa. Kotangens bitişiğin qarşıya nisbətidir. B bölünsün X. Onda B bərabərdir X. Kotangens 2 alfa. Əzim bunu düzəlt. Ay, yoxlasın. Əla. Burada yazaraq. X. Kotangens 2 alfa. Keçək bu hissəyə, C hissəsinə. Sinus 2 alfa bərabərdir X bölünsün C. Onda C də bərabərdir X bölünsün sinus 2 alfa.
A bərabərdir x tangesi alfa, B bərabərdir x kotangesi 2 alfa, C də bərabərdir x bölünsün sinüs 2 alfa. Biz göstərməliyik ki, A üstə B bərabərdir C-yə. Əla. A üstə B, A bərabərdir x tangens alfa, B bərabərdir x kotangens 2 alfa. Orta vurun çıxardıq. Tangens alfanın əvəzinə sin alfa bölünsün kos alfa yazılır. Sizə yansın. Kotangens 2 alfanın əvəzinə kosinüs 2 alfa bölünsün sinüs 2 alfa yazılır. Orta məxəzi gətirək daha doğrusu. İkisi də qalıb qıraqda. Əla. Kosinüs alfa vurulsun sinüs 2 alfa yuxarı olacaq. Sinüs alfa vurulsun sinüs 2 alfa kosinüs alfa vurulsun kosinüs 2 alfa. Bu da kosinüsün çıxmasının Her kim dəyişdi? kosinüs kosinüs alfaları kısa yedi x bölünsün Əla. 2 alfa. Bu da elə. C-nin özünə bərabərdir. Bərabərdir C-yə. Yəni A üstə B C oldu. Əla. Çəkim. Əyləş. Belə, videomuz bu qədər. Əgər sizin başqa yanaşmalarınız varsa, onu bizlə bölüşə bilərsiniz. İsbatların hansı daha maraqlı gəldi, onu da şərhlər hissəsində yazarsınız.